Axşamınız xeyirli, dəyərli tamaşaçılar, hörmətli qonaqlarımız. Bugün Azərbaycan meyxana sənəti üçün yeni bir səhifə açılır. Sizi böyük həyəcan və qürur hissi ilə Şairin Tacı meyxana yarışmasının ilk verilişində salamlayırıq. Şairin Tacı yalnız bir meyxana yarışması deyil. Bu layihə istedadlı meyxanaçıları üzə çıxarmaq, gənc söz ustalarına meydan vermək, milli söz sənətimizi daha da inkişaf etdirmək məqsədi daşıyır. Şairin Tacı meyxana yarışının təşkilatçısı Ramedia, cənab Ramil bəyə və proyekt meneceri Ayaz Fərəzliyə təşəkkür edirik. Baş sponsorumuz Akrosimen, sponsorlarımız Simselaz, Legal Void saytı, Legal Turizm, Kuzin Azərbaycan və Mega Casting qrupa öz təşəkkürlərimizi bildiririk. Və gəlin dostlar, bizim baş sponsorumuzu və sponsorlarımızı alqışlayaq. Bugün iştirakçılar ilk dəfə Şairin Tacı səhnəsinə çıxacaqlar, özlərini təqdim edəcəklər. Qarşıdakı mərhələdə isə onları maraqlı və gərgin meyxana duelləri gözləyir. İndi isə gəlin iştirakçılarımızı gür alqışlarla sizlərə təqdim edim. Fərid Yasamal, Emin Quba, Əmrah Heydəri, Qasımov, Rüstəm Hökməli, Ələskər Vahid, Elxan Ceyranbatanlı, Vasif Asifoğlu, Kamil Səda, Ziya Sulutəpə, Əmrah Masallı və Adəm Buqarlı. Dəyərli tədbir iştirakçıları, dəyərli qonaqlarımız, hörmətli izləyicilərimiz, ilk düelimiz isə Fərid Yasamal və Emin Qubadır və mən dostlarımdan müraciət eləmək istəyirəm ilk öncə dəyərli dostlar. Siz öz izləyicilərinizə, sizi təsdiq olan şəxslərə müraciətinizi eləyin və sonra qafiyənizi elan eləyin. Sənət, meydan sizindir, söz sizindir. Buyurun. Salamlayıram mən də gələn qonaqların hamısını, izləyicilərimizi. Allah Ayaz qardaşımıza, Ramil qardaşımıza can sağlığı versin. Hər birinə təşəkkür edirəm ki, belə bir veriliş yaratdılar, bizi dəvət edirlər. Allah can sağlığı versin hər birimizə. Mən də başda Quba bölgəsi olmaqla, Şimal zonası olmaqla bütün Azərbaycan bölgələrindən səs istəyirəm. İnşallah ki, qazanan aparar. Mən də salamlayıram bütün iştirakçıları. İlk öncə üzümü tuturam, doğulub boya başa çatdım Yasama əhalisinə. Yasamaldan dəstək gözləyirəm. Sizin gözəl bir qafiyəniz var və ilk yarışmada, ilk verilişin başlanğıcı da sizləndir və qafiyəniz də elə ilk olaraq, yəni uyğunluğu daşıyır. Belə ki, qafiyəniz, qafiyə var hal gətirəndən olsun, verilişə əhval gətirəndən olsun. Görək indi siz, dəyərli iştirakçılar, bugün ilk qonağımız bu verilişə əhval və ruh gətirə biləcəksinizmi? Buyurun, meydan sizindir. Qafiyə var hal gətirəndən olsun, verilişə sambal gətirəndən olsun. Qafiyə var hal gətirəndən olsun, verilişə əhval gətirəndən olsun. Verilişə əhval gətirəndən olsun. Qafiyə var hal gətirəndən olsun, verilişə əhval gətirəndən olsun. Verilişə Əhval gətirəndən olsun, qafiyə var hal gətirəndən olsun. Verilişə əhval gətirəndən olsun. Verilişə əhval gətirəndən olsun. Diyan qəmli könülləri şad edək, bərbad olan yerləri abad edək. Gəl birinci şəhidləri yad edək, orduya general götürəndən olsun. Orduya general götürəndən olsun, qafiyə var hal gətirəndən olsun. Verilişə əhval götürəndən olsun. Önündə durmusan zəncavərin, önündə durmusan bu zəncavərin. Gərək sən it olsun xəncərin, vətəndə xidmət eyləyən əskərin. Rütbəsi marşal gətirəndən olsun, Rütbəsi marşal götürəndən olsun. Qafiyə var hal gətirəndən olsun. Verilişə əhval götürəndən olsun. verilişə əhval gətirəndən olsun.
Sənə demədim sənətdə alçal günə, sənə demədim sənətdə alçal günə, sən bir ərzə sənətdə ucal günə, sən bir ərzə sənətdə ucal günə. Bir dənə sual verim xəyala dal günə, cavabını normal götürəndən olsun, cavabını normal götürəndən olsun. Qafiyə var hal gətirəndən olsun, verilişə əhval götürəndən olsun. Necə yaşadım bir belə istirabı, fərizsən görməmişəm savabı, fərizsən görməmişəm savabı. Sual verirsənsə emin cavabı, yerində dərhal gətirəndən olsun, yerində dərhal götürəndən olsun. Qafiyə var hal götürəndən olsun, verilişə əhval götürəndən olsun. Diyan sən söz və deyim əhsəni, diyan sən söz və deyim əhsəni. Məndədir söz mənbəyi söz mədəni, məndədir söz mənbəyi söz mədəni. Emin bu gün özüm sıxmıram səni, sözüm kristal götürəndən olsun, sözüm kristal götürəndən olsun. Qafiyə var hal götürəndən olsun, verilişə əhval götürəndən olsun, verilişə əhval gətirəndən olsun. Gedib hörmət eyləmisən hakimə, çün səni eyləyibdir mühakimə, çün səni eyləyibdir mühakimə. Emirjinal gətirməyib heç kimə, birin çək misal gətirəndən olsun, birin çək misal götürəndən olsun. Qafiyə var hal götürəndən olsun, verilişə əhval götürəndən olsun. Sən olmusan mənim sənət yoldaşım, sirri vermişəm olmusan sirdaşım. Bu gün elə meyxana deyə qardaşım, söz bizə sambal götürəndən olsun, söz bizə sambal götürəndən olsun. Qafiyə var hal götürəndən olsun, verilişə əhval gətirəndən olsun. Seçə bilmirsən haqsızı haqlını, seçə bilmirsən haqsızı haqlını. Yenə karıxıbdır itirib ağlını, yenə karıxıbdır itirib ağlını. Sambalımla ağladacam dağlını, cibində dəsmal gətirəndən olsun, cibində dəsmal gətirəndən olsun. Qafiyə var hal gətirəndən olsun, verilişə əhval götürəndən olsun, verilişə əhval götürəndən olsun. Deşik-deşikdir, dağılıbdır qoru, özü çalış burada dağlıdan qoru. Fəriddir meyxanə qladiatoru, bu önmə jurnal götürəndən olsun, bu önmə jurnal götürəndən olsun. Qafiyə var hal gətirəndən olsun. Kim nökərdir, kim ağa bilməyirsən, kim nökərdir, kim ağa bilməyirsən. Yenə də düşmüsən, sağa bilməyirsən, yenə də düşmüsən, sağa bilməyirsən, yenə də düşmüsən, sağa bilməyirsən. Pulları görmüsən, yağa bilməyirsən, biraz da sən al gətirəndən olsun. Gedib bugün al gətirəndən olsun, sən də gedib al gətirəndən olsun. Qafiyə var hal götürəndən olsun, verilişə sambal götürəndən olsun. Diyan görüm nöş açmısan qəmxana, diyan görüm nöş açmısan qəmxana. Emin Fəridlə olmusan həmxana, emin Fəridlə olmusan həmxana. Vəbşə sənli deyildi mən meyxana, vəbşə sənli deyildi mən meyxana. Məclisə əhval gətirəndən olsun. Unutmasın insan keçmişi gərək, ləyaqətlə görsün hər işi gərək, ləyaqətlə görsün hər işi gərək. Həyatı elə yaşamalıdır kişi gərək, evə çörək halal gətirəndən olsun, evə çörək halal gətirəndən olsun. Qafiyə var hal gətirəndən olsun, qafiyə var hal gətirəndən olsun. Yenə nə var nöş açmısan qəmxana, emin Fəridlə olmusan həmxana. Vəbşə bırat sənli deyil meyxana, bu fikri qartal götürəndən olsun, bu fikri qartal götürəndən olsun. Qafiyə var hal gətirəndən olsun.
Fərid deyən də ucalmır, məsəldir çox gülənlər də qocalmır. Məsəldir çox gülən insan qocalmır, məsəldir çox gülən insan qocalmır. Vuruq deyib Fərid bacarmır, özünü bezdət al gətirəndən olsun, özünü bezdət al gətirəndən olsun. Qafiyə var hal gətirəndən olsun, verilişə əhval götürəndən olsun, verilişə əhval götürəndən olsun. Verilişə Əhval götürəndən olsun, verilişə əhval götürəndən olsun, qafiyə var hal götürəndən olsun. Yasamalın şairləri ad batdı, rəmzi o vaxt xatirələrdə qaldı. Əl-İslamdır, Əl-Əkbərdir, Rəşaddır, mənə də yasamal götürəndən olsun, mənə də yasamal götürəndən olsun, qafiyə var hal gətirəndən olsun. Sağ ol Fərid, Allah köməyiniz olsun. Sağ olun. Sağ olun qardaşlar, Allah köməyiniz olsun. Dəyərli qonaqlarımız, bugün hal-hazırda Azərbaycanın ən bölgəsi olan Quba və Bakının ən bölgə ərazisinə baxımından Yasamal baş-başa gəldi. Görək, əziz tamaşaçılar, siz Fərid Yasamalı mı qalib seçəcəksiniz, yoxsa Emin Qubanı mı? Sizə öz təşəkkürümü bildirirəm, dostlar. Elə qafiyəniz kimi də verilişə əhval gətirdiniz. Təşəkkürlər. Buyurun. Dəyərli qonaqlar, dəyərli tamaşaçılarımız, indi isə vaxt itirmədən növbəti duelimizə keçək. Əmrah Masallı və Adəm Buqarlı. Buyursun. Əmrah, xoş gəldiniz. Hər birinizi salamlayıram Adəm. Və Əmrah, bilmək istəyirəm, rəqibindən çəkinirsən, qorxursan, yoxsa səncə necə alınacaq meyxanabız? Məncə yaxşı alınacaq. Görək, meydan sizindir, meydandan öncə dostlar. İlk öncə istəyirəm sizi dəstəkləyən izləyicilərə, dostlarımıza, yaxınlarımıza və tamaşaçılara bir dənə müraciət eləyəsiniz, sonra qafiyənizi elan eləyim. Buyurun, meydan sizin olsun. Valla hər kəsə təşəkkür edirəm. Burada oturan qonaqlara, təşkilat başçılarına. Dəstək də ki, inşallah gözləyirik dostlardan, tanışlardan, necə deyim, ətrafdan. İnşallah yaxşı olar. Mən də həmsinin təşəkkürlüyümü bildirirəm layihədə əziyyət olan hər bir kəsə. Əziyyət çəkiblər, üzə çıxarmaq üçün çalışırlar, vuruşurlar. Hər birinin öz minnətdarlığımı bildirirəm. Lökbatan qəsəbəsi Qaradağ rayonunda səs gözləyirəm inşallah. Təşəkkürlər, dəyərli tamaşaçılar, yoldaşlar, yəni sizdən müraciət elədi. Buyurun, indi isə sizin qafiyənizi elan eləyim. Sən sözünün dəyərini sambala çatanda biləsən, sözün şirinliyini xoş əhvala çatanda görəsən. Sözün şirinliyini xoş əhvala çatanda görərsən, sən sözümün dəyərini sambala çatanda görərsən. Sözün şirinliyini xoş əhvala çatanda görərsən, sözün şirinliyini xoş əhvala çatanda görərsən. Sözün şirinliyini xoş əhvala çatanda görərsən, sözün şirinliyini xoş əhvala çatanda görərsən. Cavanlığıma zərbə uşaqlıqdakı anlarımdır. Cavanlığıma zərbə uşaqlıqdakı anlarımdır. Bunlar burada rəqiblərim, qıraqda canlarımdır. Hələ ki təmiz səviyyədəyəm bu adi hallarımdır. Hələ ki təmiz səviyyədəyəm bu adi anlarımdır. Zəlzələmin dalğası 10 bala çatan, zəlzələmin dalğası 10 bala çatanda görərsən, sən sözümün dəyərini sambala çatanda görərsən, sən sözümün dəyərini sambala çatanda görərsən. Həvəslə gözləyir, nöqsan eləyərəm indi. Həvəsini mən öldürərəm, peşman eləyərəm indi. Həvəsini mən öldürərəm, peşman eləyərəm indi. Zəlzələ zat nədir, bindi tufan eləyərəm indi. Burulğanın surəti min bala çatanda görərsən, sən sözümün dəyərini sambala çatanda görərsən.
İtmi özüm bəsləyirəm, mən qoyuram ləqəbini. İtmi özüm bəsləyirəm, mən qoyuram ləqəbini. Çünki itbazam bilirəm çox itlərin qəzəbini. Çünki itbazam bilirəm çox itlərin qəzəbini. Çünki itbazam bilirəm çox itlərin qəzəbini. Mən sənətdə bir kitabam, bunlar varaqlayanlar. Varaqladıqca qüssədən, kədərdən ağlayarlar. Varaqladıqca qüssədən, kədərdən ağlayarlar. O kanqalın sahibi var, zəncirə bağlayarlar. Şiddət istəyirsənsə qartala çatanda görərsən. Şiddət istəyirsənsə qartala çatanda görərsən. Sən sözünün ləzzətini dalı çatanda Sözünün dəyərini sambala çatanda görərsən. Sən sözünün dəyərini sambala çatanda görərsən. Sən sözünün dəyərini sambala çatanda görərsən. Sənin də psixologiyan pozulmuş gələcəkdir. Sənin də psixologiyan pozulmuş gələcəkdir. Sənin də psixologiyan pozulmuş gələcəkdir. Belə baxıram ki, duyğular yatdı sənə ögeydir. Belə baxıram ki, duyğular yatdı sənə ögeydir. Sən elə bilirsən ki, adam doğramaq adi şeydir. Cinayət nəticəsi qandala çatanda görərsən. Cinayət nəticəsi qandala çatanda görərsən. Sən sözünün dəyərini sambala çatanda görərsən. Söz götürmə qabiliyyətin çoxdur, kifayət deyil. Söz götürmə qabiliyyətin çoxdur, kifayət deyil. Səndə padarjinaldır, arjinal kifayət deyil. Səndə padarjinaldır, arjinal məharət deyil. Səndə padarjinaldır, arjinal kifarət deyil. Sözün kəsəri yeganə şeydir ki, cinayət deyil. Sözün kəsəri yeganə şeydir ki, cinayət deyil. Fikirlərimi toplayıb bu zala gələndə görərsən. Saçlarıma mən salaram dəni, ağıllı ol biraz. Saçlarıma mən salaram dəni, ağıllı ol biraz. Sıxmağa cəhd etməgindən məni ağıllı ol biraz. Sıxmağa cəhd etməgindən məni ağıllı ol biraz. Alovlarda yandıraram səni, ağıllı ol biraz. Bədən hərarətin gərgin ala çatanda görərsən. Bədən hərarətin gərgin ala çatanda görərsən. Sən sözünün dəyərini sambala çatanda görərsən. Sözün şirinliyini xoş əhvala çatanda görərsən. Yanıma gəlmək istəyirsən, bağdan əl eləyim sənə. Soldan işarələr verim, sağdan əl eləyim sənə. Qabağa durmuşuqsa dağdan əl eləyim sənə. Mən od vurmuşam üjeton qala çatanda görərsən. Mən od vurmuşam üjeton qala çatanda görərsən. Sən sözlərin dadığı hala çatanda görərsən. Haqqın axaqdan ayırıb bərayət eləyirəm mən. Haqqın axaqdan ayırıb bərayət eləyirəm mən. Həm deyirəm meyxana, həm müşayət eləyirəm mən. Həm deyirəm meyxana, həm müşayət eləyirəm mən. Mən pulu sözdən çıxarıb ticarət eləyirəm mən. Sən alver nədir baqqala çatanda görərsən. Sən ancaq alver nədir baqqala çatanda görərsən. Sözün şirinliyini şirin dala çatanda görərsən. Şeir qəzəl yazıb sövq alıram həyatdan. Mən də şeir qəzəl yazıb sövq alıram həyatdan. Mən də şeir qəzəl yazıb zövq alıram həyatdan. Sözüm minamyot kimidir, qorxmuram avtomatdan. Bu sözlərin peraşkı kimi paylayır 3 manatdan. Bu sözlərin peraşkı kimi paylayır 3 manatdan. Münasibdir qiyməti vağzala çatanda görərsən. Münasibdir vağzala çatanda görərsən. Sən sözünün dəyərini sambala çatanda görərsən. Meyxana üçün hər birinizə təşəkkür edirəm dostlar meyxananız üçün. İndi isə dəyərli dostlar sizə öz yerinizi alaq və növbəti dueli dəvət eləyək.
Dəyərli tamaşaçılar, hörmətli qonaqlar, indi isə istəyirəm ilkin olaraq səs vermə nəticələrini elan edeyim. Digər nəticələrdə biraz hələ səs olmadığı üçün hal-hazırda ilk 5-liyi sizə elan edəcəm. Kamil Sadə birinci yerdir, 552 səslə. İkinci yerdə Rüstəm Hökməlidir, 209 səslə. Üçüncü yerdə Ziya Sulutafədir, 198 səslə. Dördüncü yerdə Ələskər Vahiddir, 170 səslə. Beşinci yerdə isə Abbas Qasımovdur, 60 səslə. Əziz tamaşaçılar, öz sevdiyiniz meyxanaçıya səs verin və onları da ilk sıralara qaldırmağa başlayın. İndi isə növbəti dueli dəvət edirəm dostlar. Növbəti duelimiz isə Rüstəm Hökməli və Ələskər Vahid. Buyurun, iki böyük rəqib. Buyurun şairlər, söz meydanı sizindir, indi isə Salamünaleyküm, xoş gördük. dəyərli dostlar, mən indi ilk öncə sizə, digər iştirakçılarda olduğu kimi sizə də müraciət edirəm ki, öz dostlarınıza müraciət edin, tamaşaçılara müraciət edin ki, səslərimizi daha da artırsınlar. Buyurun, sonra sizin qafiyənizi elan edəcəm. İstəyərik ki, meyxana sevənlər, bizi istəyənlər səs göndərsin bölgələrdən, Hökməli kəndindən, ümumiyyətcə bütün Azərbaycan xalqından səsi, sözü kim sevirsə ondan dəstək gözləyir. Mən də salamımla mərkəsi, təşəkkür edirəm bütün təşkilatçı heyətə, burada əziyyət çəkən hər kəsə, öz haqqlarını halal etsinlər bizə. Bizim də bir-iki dənə dostlarımız var, sağ olsunlar, dəstək olurlar. Mən indi hamıya demək istəyirəm, burada kim son qırmızı xətt deyirlər də 3 nəfər qaldı ya. Yəni mən orada düşməsəm, kim çıxsa, yəni mənə bir dənə duelə çağırsın, 3-cü duelə çıxmaq istəyirəm. Mən oturub qıraqdan baxmaq o da orada. Bəs Ələskər, meydan bütün iştirakçıları oxudun. Öz rəqibin haqqında nə fikirləşirsən? Rüstəm də öz ayağı ilə Məşər ayağına gəlib, eybi yox, dizələr. Bu kimdə otursun üsyanı? Yəni bir dənə salamlayayım deyə. Bizim bir dostumuz var, Şəkili Qocəlim, Uğunu Median rəhbəridir, bizə dəstək edir, ümumiyyətlə meyxana xeyirdarıdır. Dayımız var Süleyman, o da dəstəyini əsirgəmir, hamısını salamlayıram. İndi yavaş-yavaş biz duelə çıxanda, mən duelə çıxanda öz hərəkətlərini eləyərlər də yəqin ki. İndi isə dostlar, gəlin sizin qafiyənizi elan edeyim, buyurun, meydan sizin olsun. Bu böyük səhnə meydan kimi istifadə et, çalış əlverişli imkan kimi istifadə et. Bu böyük səhnəni meydan kimi istifadə et, çalış əlverişli imkan kimi istifadə et. Bu böyük səhnəni meydan kimi istifadə et, çalış əlverişli imkan kimi istifadə et. Çalış əlverişli imkan kimi istifadə et. Bu böyük səhnəni meydan kimi istifadə et, çalış əlverişli imkan kimi istifadə et. Çalış əlverişli imkan kimi istifadə et. Böyük səhnəni meydan kimi istifadə et. Çalış əlverişli imkan kimi istifadə et. Çalış əlverişli imkan kimi istifadə et. İtməsin sevginin obrazı qızın qəlbindən, sındırıb çıxmaya ən azı qızın qəlbindən. Sənlər bir sözü və razı qızın qəlbindən, onu qəlbən sevən oğlan kimi istifadə et. Onu qəlbən sevən oğlan kimi istifadə et. Bu böyük səhnəni meydan kimi istifadə et. Çalış əlverişli imkan kimi istifadə et. Çalış əlverişli imkan kimi istifadə et. Səni mən yandıraram odlara pərvanə kimi. Səni mən yandıraram odlara pərvanə kimi. Salaram çöllərə, səhralara divanə kimi. Salaram çöllərə, səhralara divanə kimi. Mənim meyxanələrim dildədir əfsanə kimi. Sən də yığ bir yerə dastan kimi istifadə et. Sən də yığ bir yerə dastan kimi istifadə et. Bu böyük səhnəni meydan kimi istifadə et. Çalış əlverişli imkan kimi istifadə et. Bax Məhərrəmliyə bir ruzunu çiğ göndərdi, onu Allah'a ya bir dəfəlik göndərdi. Qazana da
daşıyan insana hədi göndərdi. Yəni daşdan da müsəlman kimi istifadə et. Yəni daşdan da müsəlman kimi istifadə et. Bu böyük səhnəni meydan kimi istifadə et. Çalış əlverişli imkan kimi istifadə et. Sən müsəlman sayılırsan güya tam şəklində. Halalı qəbul edirsən nə haram şəklində. Səni Xaliq yaradıb Kamil adam şəklində. bu insanlığı insan kimi istifadə. Sən də insanlığı insan kimi istifadə et. Sən də insanlığı insan kimi istifadə et. Bu böyük səhnəni meydan kimi Söz bazarında satış sözlü satırsan neyvi. Dəli şeytan deyir isdən çıxarıb eyneyvi. Yaxasından yapışıb Rüstəmin az köyneyvi. Yekə burnundan asılqan kimi istifadə et. Yekə burnundan asılqan kimi istifadə et. Mən elə görməmişəm məclisi meydanda səni. Gəlmişəm məğlub edim indi bu üsyanda səni. Tutaram saxlayaram mən o asılqanda səni. Tutaram saxlayaram mən o asılqanda səni. Nə badə bir sözü nöqsan kimi istifadə et. Nə badə bir sözü nöqsan kimi istifadə et. Gəz təlatümlü küleylə şəhərindən qorxma. Gəz təlatümlü küleylə şəhərindən qorxma. Kədərin tək gecəsindən səhərindən qorxma. Sanki dünya bir ilandır zəhərindən qorxma. Tut başın sıx qaba dərman kimi istifadə et. Tut başın sıx qaba dərman kimi istifadə et. Bu böyük səhnəni meydan kimi istifadə et. Görüm o xəssəli bu böyük səhnəni meydan kimi istifadə et. Tut başın sıx qaba dərman kimi istifadə et. Uzaq olsun görüm ey xəssəli insanlardan. Uzaq olsun görüm o xəssəli insanlardan. Gəlməsin təhlükə ariflərə nadanlardan. Gəlməsin təhlükə ariflərə nadanlardan. Bu qədər anlayışım var bu dərmanlardan. Gir poliklinikaya Loğman kimi istifadə. Gir poliklinikaya Loğman kimi istifadə. Təmizəm laf tanış olduqda deyərsən ki şu. Təmizəm laf tanış olduqda deyərsən ki suyam. Dolların kursu düşür qarxıl asan şeydir güyam. Bu sənət şaxəli valyutadır mən evrosuyam. Bunu yığ bankada şirvan kimi istifadə et. Bunu yığ bankada şirvan kimi istifadə et. Bu böyük səhnəni meydan kimi istifadə et. Çalış əlverişli imkan kimi istifadə et. Şirvan haqqında deyirsənsə gedib gətiricinən. 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 Nə badə qazandığını sən bu cürünə itiricinən. Nə badə qazandığını sən bu cürünə itiricinən. Sənin olsunsa işin tərsinədir çeviricinən. 60 rəqəmli 90 kimi istifadə et. 60 rəqəmli 90 kimi istifadə et. Bu bizim doğma adamlar niyə öyrəndi yada? Köhnə dörtlükdə olanlar salıb ərkəndi yada. Ya vüqar tək əruz üstündə dinənbəndi yada. Sevgi sözlərindən Orxan kimi istifadə et. Sevgi sözlərindən Orxan kimi istifadə et. Sənə şagirdlərimin gündəliyindən danışım. Sənə şagirdlərimin gündəliyindən danışım. Sənə şagirdlərimin gündəliyindən danışım. Bir ağacdır hərəsi kölgəliyindən danışım. İstəyirsən əruzun incəliyindən danışım. Sən də öyrədim sən də qəzəlxan kimi istifadə et. Öyrədim sən də qəzəlxan kimi. Bunun 15 əsr əvvəldə tapıblar sənəsin. Dostluq haqqında danışdım düşünüb tərsinəsin. Dostudur dostuna xatir önə versin sinəsin. Disinər zərbəyə qalxan kimi istifadə et. Disinər zərbəyə qalxan kimi istifadə et. Bu böyük səhnəni meydan kimi istifadə et. Böyük səhnəni meydan kimi istifadə et. Dosta yox düşmana qalib gələ bilsünsə əgər. Halal olsun yenə qalib gələ bilsünsə əgər. Qalxanınla mənə qalib gələ bilsünsə əgər. Şairin tacını götür xan kimi istifadə et. Şairin tacını götür xan kimi istifadə et. Bu böyük səhnəni meydan kimi istifadə et. Hər birinizə təşəkkür
dostlar, gözəl meyxana dediniz. İndi isə dəyərli tamaşaçılar, qalib Ələsgər mi olacaq, yoxsa Rüstəm mi olacaq? Bu yalnız sizin səsləriniz vasitəsilə bəlli olacaq. Sizə təşəkkür edirik və sizi öz yerinizə alaq və növbəti duelin iştirakçılarını dəvət eləyək. Dəyərli tamaşaçılar, hörmətli qonaqlar, indi isə növbəti duel. Elxan Ceyranbatanlı və Vasif Asiboğlu buyursun səhnəyə. Əyləş Vasif. Hə dostlar, sizi də salamlayıram və buyurun, siz də ilk növbədə öz izləyicilərinizə, sizi dəstəkləyən şəxslərə müraciətinizi eləyin və onlardan dəstək gözləyin. Mən də salamlayıram hər birinizi, xoş gəlmisiniz. Bu layihə rəhbərlərinə və burada əziyyət keçən hər bir adama təşəkkürümü bildirirəm. Öz həmkarı yoldaşıma da uğurlar arzu edirəm və onun timsalında bütün meyxanadayan dostlarımıza yəqin edirəm ki, yaxşı olar, pis olmaz və dəstək də ki, söz bilən adamdan dəstəyi gözləyirəm. Başqa heç kəsdən. Çox sağ olun, təşəkkür edirəm. Buyur Vasif. Mən də hər kəs salamlayıram. İnşallah hər birimiz üçün uğurlu olar. Veriliş rəhbəri Ramil müəllimə, Ayaz qardaşımıza, aparıcı qardaşımıza hamıya təşəkkür edirəm. Fərid bəyə təşəkkür edirəm. Dəstəyinizlə inşallah biz də bir maraqlı meyxana deyərik. Sağ olun. Hə dostlar, indi isə sizin qarşınızı elan eləyim. Getmisənsə unut məni, gəlməyə dəyməz. Dəyərsizin qiymətini bilməyə dəyməz. İndi görə kim dəyərlidir burada? Buyurun. Getmisənsə unut məni, gəlməyə dəyməz. Dəyərsizin qiymətini bilməyə dəyməz. Getmisənsə unut məni, gəlməyə dəyməz. Dəyərsizin qiymətini bilməyə dəyməz. Dəyərsizin qiymətini bilməyə dəyməz. Bir gülün uğrunda çəkir naləni bülbül. Mən də sənin bülbülünəm, gül təkisən gül. Mən də sənin bülbülünəm, gül təkisən gül. Qanımla yazdım adını qəlbimə ey gül. Silinməyən şeydir, onu silməyə dəyməz. Getmisən, unut məni, gəlməyə dəyməz. Dəyərsizin qiymətini bilməyə dəyməz. Getmisənsə unut məni, gəlməyə dəyməz. Dəyərsizin qiymətini bilməyə dəyməz. Deyirsən ki, bir qız var, çox sevirəm mən. O da səni eyni ilə sevirsə sizə əhsən. Amma o qız alvı maraqlanmasa şəxsən. Dostum əmin qız dediyin kəlməyə dəyməz. Getmisənsə unut məni, gəlməyə dəyməz. Dəyərsizin qiymətini bilməyə dəyməz. Getmisənsə unut məni, gəlməyə dəyməz. Dəyərsizin qiymətini bilməyə dəyməz. Yarım qalan işləri səhmanlamadım ki, nahaq yerə özümü danlamadım ki, verdim ona hər şeyimi anlamadım ki, vəfasızın birinə görə ölməyə dəyməz. Getmisənsə unut məni, ölməyə dəyməz. Dəyərsizin qiymətini bilməyə dəyməz. Getmisənsə unut məni, gəlməyə dəyməz. Dəyərsizin qiymətini bilməyə dəyməz. Heyf
xoşbəxtçiliyimiz olmadı mümkün. Bilmədik heç sevib sevilmək nədir düzgün. Tərk eləyənlər itirir gedənlər üçün. Hər gün ağlayıb belə kövrəlməyə dəyməz. Getmisənsə unut məni gəlməyə dəyməz. Dəyərsizin qiymətini bilməyə dəyməz. Getmisənsə unut məni gəlməyə dəyməz. Dəyərsizin qiymətini bilməyə dəyməz. Cəhd elə yandırma bir insanı yanarsan. Tutar səni aşıqın əfqanı yanarsan. Sevgi elə şeydi, sevgi elə şeydi gələr ani yanarsan. Sevən adamın halına baxıb gülməyə dəyməz. Sevgi elə şeydi gələr ani yanarsan. Sevən adamın halına baxıb gülməyə dəyməz. Getmisənsə unut məni gəlməyə dəyməz. Dəyərsizin qiymətini bilməyə dəyməz. Sevgi kitabın aşılar üzündən oxuyar. Sevən sevgi nəğməsini özündən oxuyar. Dərdli adamlar kədəri gözündən oxuyar. Dərdsiz adamlarla dərdi bölməyə dəyməz. Dərdli adamlar kədəri gözündən oxuyar. Dərdsiz adamlarla dərdi bölməyə dəyməz. Getmisənsə unut məni gəlməyə dəyməz. Dəyərsizin qiymətini bilməyə dəyməz. Getmisənsə unut məni gəlməyə dəyməz. Dəyərsizin qiymətini bilməyə dəyməz. Dəyərsizin qiymətini bilməyə dəyməz. Sağ olun, var olun. Sağ olun. Hə dostlar, təşəkkür edirəm bu gözəl meyxana üçün. İndi görək, tamaşaçılar sizin dəyərinizi biləcək, yoxsa ki, gedənlər kimi dəyərsiz biləcək. Buyursun, tamaşaçılar səs verəcək. Buyurun, öz yerinizə əyləşin. İndi isə növbəti duelimizi dəvət eləyək bura, iştirakçılarımızı dəvət eləyək. Şairin Tacı Meyxanasının yarışmasının 2 ağsaqqalı, Kamil Sadə və Ziya Sulutəpə. Buyurun, səhnə sizindir. Hə, 2 qoca qurd. İndi söz meydanı sizindir. Ziya, səncə Kamil necə alınacaqsın demişməlidir, meyxanabız. Sən necə rəqib kimi bilirsən Kamili? Bütün izləyiciləri salamlayıram. Bizə bütün bölgələrdən baxırlar, canlılarda nə qədər insanlar var. Mənim Şamaxıdan dostum var, Ramik qardaşım, Təkli kəndindən o baxır. Namik qardaşımız baxır, əslən belə suları, Qabıda yaşayan. Bütün ölkə baxır da yəni bizə. Kamil qardaşımızla da əla gedəcək meyxanamız inşallah. Mən də öz növbəmdə bütün Azərbaycan xalqını salamlayıram. Gələn qonaqlara xoş gəlmisiniz deyirəm. İnşallah ki, meyxanamız yaxşı gedər. Ümid edirəm ki, qəşəng meyxana alınar. İnşallah. Mən də ümid edirəm, Kamil bəy, sizin müqaviləniz davam eləyəcək, çətin müqaviləsi və ümumi qayardan müqavilədir. İndi isə sizin müqavilənizi elan edeyim. Səni eləsəm mat necədir, xoşun gələr. Şahım verən şah necədir, xoşun gələr. Buyurun, necədir sizindir. Səni eləsəm mat necədir, xoşba gələr. Səni eləsəm mat necədir, xoşba gələr. Şahım versə çat necədir, xoşba gələr. Şahım versə çat necədir, xoşba gələr. Eləsəm mat necədir, xoşba gələr. Şahım versə çat necədir, xoşba gələr. Rəqib bilirəm düzüb. Göstərim gərəkdir meyxana möcüzib. Səni bugün burada sıxıcam mən bu sözü. Eyləsəm ispat necədir, xoşba gələr. Eyləsəm ispat necədir, xoşba gələr.
Səni eləsəm mat necədir, xoşba gələr. Şahım versə çat necədir, xoşba gələr. Bir qulaq as mən dediyim ifaya, mənə deyib getməklə röyaya. Məni sıxan hələ gəlməyib dünyaya. Özüm edim itibat necədir, xoşba gələr. Özüm edim itibat necədir, xoşba gələr. Ay, səni eləsəm mat Necədir, xoşba gələr. Səni eləsəm mat necədir, xoşba gələr. Sən elə desən ki, sözün incisələr. Sən elə desən ki, sözündən incisələr. Yaxşı desən xətrümü də istəsələr. Məni itibat eləyə bilməsən pisələr. Dur əğə get yat necədir, xoşba gələr. Dur əğə get yat necədir, xoşba gələr. Sən eləsən mat necədir, xoşba gələr. Şahım versə çat necədir, xoşba gələr. Çox var ələm bu aləmi qatmağıma. Demirəm rəqibmə bu saat çatmağıma. Mənim neçə saat qalıbdı yatmağıma. Dəyişəcək ovqat necədir, xoşba gəlir. Dəyişəcək ovqat necədir, xoşba gəlir. Sən eləsən mat Necədir, xoşba gələr. Ay, sənlə deyib könlüm getdi qabaqlara. Ay maşallah bax bu arxa dayaqlara. Başım dönsə desəm birdən uşaqlara. Apar ziyanı sat necədir, xoşba gələr. Apar ziyanı sat necədir, xoşba gələr. Sən eləsən mat necədir, xoşba gələr. Şahım versə çat necədir, xoşba gələr. Bu cür söz deyən meydanımda olmayıb. Demirəm ümumi dövranımda olmayıb. Kimsə satmaq mənim qanımda olmayıb. Sənə aiddir bu təqdimat, xoşba gələr. Sənə aiddir bu təqdimat, xoşba gəlir. Sən eləsən mat necədir, xoşba gələr. Şahım versə çat necədir, xoşba gələr. Sən eləsən mat necədir, xoşba gələr. Sən eləsən mat necədir, xoşba gələr. Mənimlə deyəcəksən sən ara qədər. Məndə olmayıb indiyə əskiyə gəl. Məndə olmayıbdı hələm əskiyə gəl. Bu meyxanə ilə burada göstərsəm əgər. Əsil şeiriyyat necədir, xoşba gələr. Əsil şeiriyyat necədir, xoşba gələr. Qoy verim bu dostuma indi cavabı. Sənətdə mən qədər çəkməyib əzabı. Şeiriyyat üçün oxu canlı kitabı. Budur canlı ədəbiyyat, xoşba gəlir. Budur canlı ədəbiyyat, xoşba gəlir. Ay, səni eləsən mat necədir, xoşba gəlir. Şahım versə at necədir, xoşba gələr. Ay, yalan məlumatları saysam əgər. Səndən bir də şər böhtan duysam əgər. Xəbərin olmasa haqqında yaysam əgər. Yalan məlumat necədir, xoşba gələr. Yalan məlumat necədir, xoşba gələr. Səni eləsən mat necədir, xoşba gələr. Şahım versə çat necədir, xoşba gələr. Bu elə bilir ki, mənə bərabərdir özü. Ya və yaxud da mənə bənzərdir özü. Yalan məlumatın özü şərdir özü. Sonradan eylə söy debat xoşba gələr. Sonradan eylə söy debat xoşba gələr.
Bugün gərək qiymət daşba gözbə verim. Yaxşı insan üçün ki özbə verim. Yaşva hörmət etməyim bir sözbə verim. Cavab bu 5 qat necədir xoşba gələr. Cavab bu 5 qat necədir xoşba gələr. Səni eləsəm mat necədir xoşba gələr. Çoxum versə çat necədir xoşba gələr. Sən elə bilməsən deyənə inanmışam. Sən elə bilməsən deyənə inanmışam. Həmişə öz kölgəmə daldalanmışam. Qafiyə ölüdür onun üçün dayanmışam. Partlayır silah, partlayır sursat necədir xoşba gəlir. Partlayır sursat necədir xoşba gələr. Düzdəkindən səninlə mən də düzdeyim. Üzbə üz deyəm mən də üzbə üz deyim. Üzbə üz deyən ki mən üzbə üz deyim. Üzbə üz deyən ki mən üzbə üz deyim. Sən güclü figur deyilsən ki söz deyim. Sən elə figur deyilsən ciddi söz deyim. Edim muşkulat necədir xoşba gələr. Edim muşkulat necədir xoşba gələr. Səni eləsəm mat necədir xoşba gələr. Səni eləsəm mat necədir xoşba gələr. Sən mən üçün açma ginən haşiyəni. Mən sənin üstüvə sürmürəm falciyəni. İşarə eləyirlər saxla qafiyəni. Etmədin vəfat necədir xoşba gəlir. Etmədin vəfat necədir xoşba gələr. Ay səni öldürüm alaram kəfən bəcən. Vətənimi sevmişəm sənin vətən bəcən. Sənə sözümlə udar qoyum bədən bəcən. Udar qoyum sözümlə versin bədən bəcən. Sümüklər bəcə çat ne, sümük bəcən çat necədir xoşba gələr. Sümük bəcən çat necədir xoşba gələr. Səni eləsəm mat necədir. Səni eləsəm mat necədir xoşba gələr. Dostlar, təşəkkür edirik. İndi əziz tamaşaçılar, müraciətim sizədir. Bu qoca şairlərin değişməsi sizin xoşuna gələr. Buyurun dostlar, sizi alqışlarınızla öz yerinizə alaq. Növbəti duel iştirakçılarımızı dəvət eləyək. Dəyərli dostlar, dəyərli qonaqlar, hörmətli tamaşaçılar, indi isə meydana Əmrah Heydəri və Abbas Qasımovu dəvət edirəm. Alqışlarınızla, buyurun dostlar. Əziz dostlar, indi siz də həmkarlarımız kimi ilk öncə öz tamaşaçılarımıza, sizi dəstəkləyən insanlara öz müraciətinizi edin. Ondan sonra da sizin qafiyənizi deyim. Buyurun, başlayın. Ya Allah, axşamınız xeyir olsun. Gələn qonaqlar hamısını salamlayıram. Layihə üçün sizə təşəkkürüm bildirirəm. Ayaza da minnətdarlığım bildirəm. Sağ olsun, çox sağ olsun. Sahib seçib dəvət edib, Allah canı sağ edəsin. Əyləşən qardaşlara da xoş istirahət arzu edirəm. İnşallah ki, bacardığımızı əlimizdən gələn eləyəcəyik. Əmrah, ya Allah. Gününüz xeyir olsun qardaşlar. Hər birinizi salamlayıram. Bizə baxan izləyiciləri də buradan salamlayıram. Elə qardaşımızın dediyi kimi mən də Ayaza öz təşəkkürümü bildirirəm. Sahib seçib bizi dəvət edib. Kamran qardaşımıza da uğurlar arzulayıram. Ya Allah. Bəli dostlar, indi isə sizin qafiyənizi elan edeyim. Buyurun, meydan sizin olsun. Şair sözün söylər meyxanələr uğrunda. Şəm də alışıb yanar pərvanələr uğrunda. Buyurun, meydan sizin dostlar. Şair sözünü söylər, şair sözünü söylər meyxanələr uğrunda. Şəm hey alışıb yansın pərvanələr uğrunda. Şəm hey alışıb yansın pərvanələr uğrunda. Şair sözünü söylər meyxanələr uğrunda. Şəm hey alışıb yansın pərvanələr uğrunda. Şəm hey alışıb yansın pərvanələr
sirdi müəmmadır, açdım gözü dünyada. Bir sirdi müəmmadır, açdım gözü dünyada. Doğulub başa çatdım mən, sürdüm bu ömrü sadə. Saqi süzərək bir gün, gəlsən gətirib badə. Qaldır deyəcəm sağlığı peymanələr uğrunda. Qaldır deyəcəm sağlıq peymanələr uğrunda. Şair sözünü söylər meyxanələr uğrunda. Şəm hey alışıb yansın pərvanələr uğrunda. Allah bizi dünyaya insan kimi gönderdi. İnsanlığı insanlık insan eləyər fərdi. İnsanlığı insanlık insan eləyər fərdi. Bir parça çörək dərdi, dərmanla dəva dərdi. Çox mərdləri məhv etdi, dünya nələr uğrunda. Çox mərdləri məhv etdi, dünya nələr uğrunda. Şair sözünü söylər meyxanələr uğrunda. Şəm hey alışıb yansın pərvanələr uğrunda. Şair olanın dərdi bitməz ki bitirməklə. Şair olanın dərdi bitməz ki bitirməklə. Yazıq ana qəm vermiş dünyaya gətirməklə. Dünya malı boş şeydir. Dünya malı boş şeydir. Can çıxmaz itirməklə. Gənclik necə xərcləndi biganələr uğrunda. Gənclik necə xərcləndi biganələr uğrunda. Şair sözünü söylər meyxanələr uğrunda. Şəm hey alışıb yansın pərvanələr uğrunda. Qəmdən dolu dünyada yazmaz bir olan bəndə. Qəmdən dolu dünyada yazmaz bir olan bəndə. Dostun ayağın heç vaxt qazmaz bir olan bəndə. Allah verə imanı azmaz bir olan bəndə. Bədbəxt idi yaşayanlar dürdanələr uğrunda. Bədbəxt idi yaşayanlar dürdanələr uğrunda. Şair sözünü söylər meyxanələr uğrunda. Ey alışıb yansın pərvanələr uğrunda. Bir dəfə demirsən sən, bir dəfə demirsən sən. Ay can nə böyük şeydir sənlə keçən hər bir gün. Sənlə keçən hər bir gün, hər an nə böyük şeydir. 3000 şəhidim varsa bir can nə böyük şeydir. Hazırdır Abbas versin mərdanələr uğrunda. Hazırdır Abbas versin mərdanələr uğrunda. Şair sözünü söylər meyxanələr uğrunda. Şəm hey alışıb yansın pərvanələr uğrunda. Eşqi yaradan Allah ecaz eləyibdir. Eşqi yaradan Allah ecaz eləyibdirsə, aşiq çəkər öz yarın, yar naz eləyibdirsə. Bu rəsmidir bülbüllər avaz eləyibdirsə, bayquş verib öz ömrün xanələr uğrunda. Bayquş verib öz ömrün viranələr uğrunda. Şəm hey alışıb yansın pərvanələr uğrunda. Şəm hey alışıb yansın pərvanələr uğrunda. Şair sözünü söylər meyxanələr uğrunda. Gəl 10 dənə dostundan çoxdur bir dənə dostu. Heç neydə gözü olmaz, toxdur bir dənə dostu. Diqqətlə fikir verdim, yoxdur bir dənə dostu. Bayquş yenə yurt salmış tək tanələr uğrunda. Bayquş yenə yurt salmış tək tanələr uğrunda. Şair sözünü söylər meyxanələr uğrunda. Şəm hey alışıb yansın pərvanələr uğrunda. Dünyaya gələn kəslər, dünyaya gələn kəslər, hey baxdı gülüb getdi, dərd sərni, kədər qəmni dostlarla bölüb getdi. Məcnunlar ölüb getdi.
Fərhadlar ölüb getdi, Məcnunlar ölüb getdi, Fərhadlar ölüb getdi, əfsanəyə çevrildi, əfsanələr uğrunda, əfsanəyə çevrildi, əfsanələr uğrunda, şair sözünü söylər, meyxanələr uğrunda, həm hey alışıb yansın, Pərvanələr uğrunda. Sağ olun qardaşlar, əliniz qolunuzlar olsun. Allah can sağlığı versin. Sağ olun. Təşəkkür edirəm dostlar hər biri bizə bu gözəl meyxana üçün. Dəyərli dostlar, indi isə sizi yerinizə alaq. Buyurun, əyləşin. Şairin Tacı meyxana yarışmasının izləyiciləri, dəyərli qonaqlar və hörmətli tamaşaçılarımız. İndi isə səs verməni nəzərinizə çatdırım və səs verməyə əsasən Kamil Sədə zirvədədir, öz yerini qoruyur. Rüstəm Höküməli isə ikinci yerdəki yerini qoruyur. Ziya Sülutapə 198 səslə 3-cü yerdədir. Ələsgər Vahid 170 səslə 4-cü yerdədir. Abbas Qasımov 60 səslə 5-ci yerdədir. Alqışlarımız dəqiq deyək nəysə dostlar. Həvəsləndirin də bu yoldaşlarımızı. Fərid Quliyev 5 səslə 6-cı yerdədir. Və ən son nəticə isə son 11 və 12-ci yerlər isə Əmrah Masallı və Elxan Ceyranbatanlı 0 səslə son yerləri bölüşürlər. Və Elxan Ceyranbatanlını zəhmət olmasına dəvət edirəm. Özünə duel rəqibi seçəcək və növbəti verilişimizdə isə həmən dueli ilə Elxan, sonuncumuz sənsən, götür mikrofonu. Sonuncumuz sənsən, çox təəssüf ki. Və sən özünə bir rəqib seçəcəksən və qafiyə açılacaq. Səs vermənin nəticəsində ilk üçdə olan Kamil Sadə, Rüstəm Höküməli və Ziya Sülutapə toxunulmazdır. Və nəzərinizə çatdırım Kamil bəy, siz lider olaraq, birinci olaraq Elxan Ceyranbatanlını seçdiyi rəqibi qoruya bilərsiniz, onu dueldən uzaqlaşdıra bilərsiniz və onun yerinə son 7-ci, 8-ci yerlərdə olan iştirakçılardan birini Elxan Ceyranbatanlıya rəqib eləyə bilərsiniz və yaxud da seçdiyi rəqibi qəbul edib davam eləyə bilərsiniz. Elxan, indi istəyirəm özümə rəqib olaraq mən bir istəyirəm iştirakçıları sayayım və görəsən kimi özümə rəqib olaraq çağıracaqsam. Fərid Quliyev, Emin Qubalı, Adəm Buqarlı, Vasif Asifoğlu, Əmrah Heydəri, Əmrah Masallı. Bu şəxslərdən hansını özünə duel rəqibi kimi dəvət eləmək istəyirsən? Buyur. Əvvəla salamlayıram. Dediyimiz kimi sonuncu mənəm. Sonu görmək lazımdır ki, başlanğıca çataq. Sondan da başlasaq, inşallah müvəffəq olarıq işimizdə. Mən orada Vasifdə var. Bəli, mən Ələsgərlə Vasifin arasında tərəddüddə dayandım, amma başladığım insanla da getmək istəyirəm elə. Vasifi mən çağıraram duelə ki, Vasif yaxşı sənətkardır. İstəyərəm onunla Vasif, davam buyur, edeyim. yaxınlaş, rəhmət olmasa bura. Elxan Ceyranbatanlı öz rəqibi səni duelə də dəvət elədi. Və buyur, öz fikrini deyək, öz fikrini bildir, zəhmət olmasa. Nə bildirirsən, nə demək istəyirsən, səni sonuncu olaraq çağırdı duelə təzdən. Fikrini hörmətlə yanaşıram, yaxşı eləyib, inşallah görüşərik meydanda. Meydan oxudu da. Elxan qardaşımıza da uğurlar, mənə də uğurlar. Meydan oxumaqla deyil, o meydanda göstərəcək. İnşallah, buyurun. Kamil Sadə. Kamil bəy, sizi zəhmət olmasa yanıma dəvət edirəm. Kamil bəy, Elxan Ceyranbatanlı Vasif Asifoğlunu duelə dəvət elədi. Sən həftənin lideri olaraq Vasif Asifoğlunu dueldən xilas mı eləyirsən, yoxsa meydanı bu iki gəncə buraxırsan? Valla mən çox istəyərdim ki, üç qardaşlar meyxanasın, prosta qardaşların istəyi ilə Vasifi qoruyuram, Ələsgəri çıxarmaq istəyirəm qaqaşla. Vasif, sənə təşəkkür edirəm, sən əyləşə bilərsən.
Yəni inciliyi olmasın da qardaşımız. Buyur Vasif, Ələskər. Mən bayaq demişdim axı. Kim çıxsın mənə çağırsın. Allah elə ki, yəni mən gəldim. İnşallah gələn həftə yaxşı bir dənə dueli olacaq. Bir dənə bizi bir dənə ürəyin alqışlayın. Gələn həftəyəcə bunu saxlayaq üstümüzdə. Böyle nə olur? Elə mən də qoşuluram Ələskərə, yaxşı olar. Fərq yox dedim. Ələskərlə Vasifin arasında tərəddüddəyəm. Seçim budur da yəni. Kamil özü Ələskəri sənə rəqib. Sən onu deyərək Kamilə pas attın da, elə ver. Beləliklə dostlar, dəyərli tamaşaçılar, hörmətli qonaqlar, beləliklə Şairin Sazı Meyxana yarışmasının növbəti buraxılışının sonuna gəldik. Və mən sonunda istəyirəm ki, əziz qonaqlar, gələn verilişimizə qədər sizlərlə sağollaşıram. Hər birinizə təşəkkür edirəm. Bu şəraiti bizə yaratdığınız üçün var olasınız, çox sağ olun. Başda Ramil bəy olmaqla, Ayaz qardaşımız olmaqla, Ağa qardaşımız olmaqla hər birinizə təşəkkür edirəm. Və istəyirəm ki, dostlar, bir gürültülü özümüzü alqışlayaq. Və sonda bütün meyxana iştirakçıları, meyxana deyən qardaşlarımı yanıma dəvət edirəm. Altılıq sol tərəfimə, digər altılıq sağ tərəfimə. Və sizlər üçün bir qafiyə açacağım, dəyərli dostlar. Sonluğu bədahətən, o açdığım qafiyə ilə bədahətən hərə biz bir misra deyərək bitirməliyik. Sondakı qafiyəmiz isə layihəmizin adı ilə bağlı olacaq, dostlar. Hörmətli tamaşaçılarımız, hər birinizə təşəkkür edirəm. İndi isə bu verilişimizin sonudur və istərdim sonda layihəmizin adı ilə bağlı olan bir qafiyə açım və hərə biz bir bənd o qafiyəyə uyğun bədahətən meyxana deyəsiniz və elə o meyxana ilə də verilişimizi sona çatdıraq. Qafiyəmiz belədir, dostlar. Şairin tacında təkan görünəcək, hələ qabaqda çox imtihan görünəcək. Buyurun, sizindir söz. İlk öncə mən bütün bu qurucu heyəti, bütün hamısını təşəkkür eləyirəm. Fərid Atabey bəyə də təşəkkür eləyirəm. Bütün qardaşlara da uğurlar arzulayıram. Sonuncu sözümüz deyənə dedim. Buyurun, qafiyən tutun, gəlsin. Şairin tacında təkan görünəcək, şairin tacında təkan görünəcək. Hələ qabaqda çox imtahan görünəcək, hələ qabaqda çox imtahan görünəcək. Şairin tacında təkan görünəcək, hələ qabaqda çox imtahan görünəcək. Hələ qabaqda çox imtahan görünəcək, şairin tacında təkan görünəcək. Söz deyərəm qızıldan baha, gərək insanda olmasın iştaha. Kim sidq ürəklə bağlansa Allaha, çətin görsənənlər asan görünəcək. Çətin görsənənlər asan görünəcək. Şairin tacında təkan görünəcək. Hələ qabaqda çox imtahan görünəcək, hələ qabaqda çox imtahan görünəcək. Mən yaşasam axıracan cədvəlvisi, tətbiq etməyim bura əngəlvisi. Qızıl tazdanan vuzuzun əlvisi, qızıl tazdanan vuzuzun əlvisi. Axırda orada qocaman görünəcək, qızıl tazı ilə qocaman görünəcək. Şairin tazında təkan görünəcək. Hələ qabaqda çox imtahan görünəcək. Hələ qabaqda çox imtahan görünəcək. Başlayıb salam aşiqləri, başlayıbdı gəl salam aşiqləri. Deyir yaxşı gəl kalam aşiqləri, səbr eləsin gəl imam aşiqləri. Zuhr edəcək imam zaman görünəcək, zuhr edəcək imam zaman görünəcək. Şairin tacında təkan görünəcək, hələ qabaqda çox imtahan görünəcək. Şairəmsə sən mənə hörmətin olar, yaxşı desəm yaxşı da diqqətin olar. Yarış sizin üçün ki vaxt ki çətin olar, amma mənim üçün çox asan görünəcək, amma mənim üçün çox asan görünəcək. Şairin tacında təkan görünəcək, hələ qabaqda çox imtahan görünəcək. Mübarizin is salacaq vətəndə, şəhid poladlar qalacaq vətəndə, şəhid poladlar qalacaq vətəndə, yenə Xudayarlıq vətəndə, yenə dağın üstündə duman görünəcək, yenə dağın üstündə duman görünəcək. Şairin tacında təkan görünəcək. Oldun sənətdə yoldaşım, ziya belə oldun sənətdə yoldaşım. Sirri vermişəm olmusan sirdaşım, taz elə mənim özümün olar qardaşım, taz mənim özümün olar qardaşım. Yasamal məktəbinə nişan görünəcək,
Yasamal məktəbinə nişan görünəcək. Şairin tacında təkan görünəcək. Şairin tacında təkan görünəcək. Şairlər olub peşəkarlar, bu verilişə cəm olub peşəkarlar. Çox rəqibin canına düşər, çox rəqibin canına düşər azarlar. Şahid olarlar bütün xiridarlar. Bu verilişdə vəsqə yaman görünəcək, bu verilişdə vəsqə yaman görünəcək. Şairin tacında təkan görünəcək. Şairin tacında təkan görünəcək. Durmuşam qapımda müdafiə üçün, çıxmamışam mən yola maniyə üçün. Təşəkkür eləyirəm bu layihə üçün. Mən kimi birlərlə cavan görünəcək, mən kimi birlərlə cavan görünəcək. Şairin tacında təkan görünəcək. Çalış söz dinən belə sərvəsi ilə. Abşerondan gəlib ixtisası ilə. Kim təkbətəkdirsə bu ahbası ilə. Axırında onun ziyan görünəcək. Axırında onun ziyan görünəcək. Şairin tacında təkan görünəcək. Hələ qabaqda çox imtahan görünəcək. Allaha dur ümid pənahım mənim. Yandırar aləmləri ahım mənim. Göyə bir ovuc qanatdı şahım mənim. Göyə kim imanla baxsa qan görünəcək. Göyə kim imanla baxsa qan görünəcək. Burada düşüb həmxana baxmayın siz. Bardaq oldu meyxana baxmayın siz. Bardaq oldu meyxana baxmayın siz. Bunlar durub yan yana baxmayın siz. Finalın axırında taban görünəcək. Finalın axırında taban görünəcək. Şairin tacında təkan görünəcək. Layihənin başladığı açılışdı. Layihənin başladığı açılışdı. Sevinç buludlar da tökər yağışdı. Sevinç buludlar da tökər yağışdı. Layihəni kim qazansa yarışdı. Kanalda ekranda hər an görünəcək. Kanalda ekranda hər an görünəcək. Şairin tacında təkan Çox getmişik məclisi meydanlara, bir daha baxaq səddiqə səhmanlara. Belə də meydan oxumuram cavanlara. Axırda gül qanında qan görünəcək. Axırda gül qanında qan görünəcək. Mən deyəndə meyxana diqqət verin, yaxşı deyən şairə ləzzət verin. Xahiş edirəm bir dənə diqqət verin, xahiş edirəm bir dənə qeybət verin. Hansı mənlə daban görünəcək, hansı mənlə daban görünəcək. Ayədə vardır mütəvatir sözü, dinləyən onsuz başa düşsün özü. İnsana mütləqdir bəsirət gözü, ürəyini görsün yaradan görünəcək. Ürəyini görsün yaradan görünəcək. Şairin tacında təkan görünəcək. Şairin tacında təkan görünəcək. Təsdiq edir sözdə xiridar biri. Şairin tacında yadigar biri. Ələskərlə duelə qalan var biri. Çıxaca yansımız aradan görünəcək. Çıxaca yansımız aradan görünəcək. Şairin tacında təkan görünəcək. Hələ qabaqda çox imtahan görünəcək. Baxıb örnək olanlar mənə, bunlar baxıb örnək olanlar mənə. Və yaxud da kövrək olanlar mənə, bağlılarım dəstək olanlar mənə. Dağlı sənətdən, dağlı sənət taxtın axan görünəcək. Dağlı sənət taxtın axan görünəcək. Gərək şair sözünü desin bayırda, sözünü deyək gərəkdir xırda. Mənə maraqlıdır ki bunlar axırda, mənə maraqlıdır bunlardan axırda. Hansı verəcək əlimdə can görünəcək, hansı verəcək əlimdə can görünəcək. Sağ olun. Təşəkkürlər. Təşəkkürlər dostlar. Hər birinizə təşəkkür edirəm bu son qafiyə üçün, açdığınız qafiyə üçün, meyxana üçün və hər birinizə təşəkkür edirəm. Sağ olun, gələn görüşlərə qədər.